Deməli, dəyərli qardaşlarım, Elşad Miri dostu ilə arasında olan bir diyaloqdan danışır. Bundan öncə nəzərinizə çatdırım ki, bütün xalqımız, qardaşlarım və bacılarım bilirsiniz ki, Muhammed sallallahu aleyhi və səlləm Ayşə anamızla onun gənc yaşlarında evlənib. Elşad Miri dostu ilə arasında söhbət eləyir, bir diyaloq eləyir. Ona sual verir ki, sən istəyərsənmi sənin qızın gənc yaşında hansısa bir kişiyə getsin? O da deyir ki, əgər o kişi peyğəmbər olsa, Muhammed sallallahu aleyhi və səlləm mən ona verərəm qızımı. Elşad Miri isə cavab olaraq deyir ki, peyğəmbər belə şərəfsizlik etməz. Biz müsəlmanlar 1400 ildir etiqad edirik ki, yəni o vaxtdan bu vaxta qədər səhih hədislərə görə etiqad olunur ki, Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm Abu Bakrın qızı Ayşə anamızla onun az yaş vaxtında, yəni az yaşlı vaxtında evlənib. Bu da səhih hədislərə görə öz əksini tapıb. Elşad Miri isə deyir ki, yəni biz müsəlmanların etiqadına görə Peyğəmbər sallallahu aleyhi və səlləm şərəfsizlik eləyib. Yəni bu sözü biz dilimizə gətirməkdən də utanırıq. Allaha sığınırıq ki, belə bir iyrənc, fahiş bir sözü Allah Resulü sallallahu aleyhi və səlləm haqqında deyək. Lakin Elşad Miri bunu deyir. Yəni o qədər azğınlaşıb ki, dəyərli xalqım, dəyərli müsəlmanlar, artıq Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin şərəf və ləyaqətinə dil uzadır. Bütün müsəlmanlar bu hədislərə etiqad eləyib, inanıb, özlərinə etiqad eləyiblər ki, Allahın Resulü Muhammed sallallahu aleyhi və səlləm Ayşə anamızla gənc yaşında evlənib. Amma bu isə deyir ki, Peyğəmbər belə şərəfsizlik etməz. Yəni biz bilirik ki, Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm bu evliliyi edib. Elşada görə Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm deməli şərəfsizlik eləyib. Allahdan istəyirik ki, Allah subhanahu və teala Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin şərəf və ləyaqətinə dil uzadanların elə şərəflərin və ləyaqətlərini alçatsın, onları heç vaxt ucaltmasın Allah subhanahu və teala.